Qəbərədə torpaq və yaxud da belə deyim ki, hazır ev alınanda mütləqli şəkildə onun mənzərəsinə, təbii ki, birinci növbədə keyfiyyətinə, üçüncü yoluna, yəni yolu da rahatçılığı önəmlidir. Nə qədər proyekt düzdür, yaxşı olsa işləyir, amma bir müddət sonra ora gələn qonaq yorulur. Yəni bunlar üç önəmli şeylərdir ki, mütləqli şəkildə olmalıdır. Onların üçü də olan bir dənə gözəl afreyimiz satışa çıxarılıb, dəyərli izləyicilər. Hər bir şərait var. Hazır biznesdir. Aldınız sənədi, getdiniz notariusda, sənədləşdirdiniz, alqı-satqı etdiniz və başlayırsınız pul qazanmağa. Buranın 4 sotdadır, dəyərli izləyicilər. Həyəti tam etlənib, jalüz qapısı, uşaqlar üçün atraksiyonları, belə fərqli bir dizaynlar verilib. Həyətinə besetka və 4 fəsil istifadə edə biləcəyiniz hovuz. Bu da deməkdir ki, siz yayda yox, həm də buranı qış fəsillərində də işlədə bilərsiniz. Gözəl dağ mənzərəsi var. Bura həm dağa yaxındır, həm yolu gözəldir, bütün kommunalları var. Buranın uzun çəkmirəm videonu, arxasında da bir yarım sot torpağı var. Bura aiddir. Yəni siz orada da bir fərqli bir dizayn verə bilərsiniz. Evin içərisi ilə tanış edək, dəyərli izləyicilər. 4 yataq otağından, 2 sanuzel hamam və studiya mətbəx zaldan ibarətdir. Gördüyünüz nə varsa satış qiymətinə daxildir və hər hamısı da qalacaq. Bura giriş hissəsi. 2 yataq otağı, 1 sanuzel hamam birinci mərtəbədədir. 2 yataq otağı, 1 sanuzel hamam yenə ikinci mərtəbədə. Bura birinci mərtəbənin sanuzel otağı. Bura birinci yataq otağı və ikinci yataq otağı, dəyərli izləyicilər. Birinci mərtəbə qeyd edim, kermogranit isti döşəmədir. İkinci mərtəbədə radiatorlar qurlaşdırılıb. Burada ən xoşuma gələn ikinci mərtəbədə bir dənə otaq var, yataq otağı. Çox gözəldir. İndi oranı göstərəcəm. Fərqli bir dizayn veriblər. Müştərinin də belə qeyd edim ki, cəlb edən bir şeydir ki, fərqlilik olmalıdır. Hamı gedir, standart tikir. Qardaş, daha qutarın, bu standartlardan qutarın. Daha fərqli bir dizayn vermək lazımdır ki, müştərinin gözü başqa şeylər görsün. Fərqli bir şeylər görsün və müştəri ora gəlsin. Bura ikinci mərtəbənin ikinci yataq otağı. Ümumi sanuzel hamam ikinci mərtəbədə və dəyərli izləyicilər, bu da ikinci mərtəbənin ikinci otağı, yəni dördüncü yataq otağı. İdealdır, çox gözəldir. Burada həm belə deyim ki, cam balkon kimi də yuxarı baxırsınız, mənzərəyə baxa bilərsiniz. Ətraflı məlumat üçün radiatorlar da qoşulub. Bizə zəng edirsiniz. YouTube-da videonun altına qeyd eləyəcəm. Orada videoda mən operatorumun barmağı hiss elədim. Orada videoda düşdü. Ona görə də üzrlü sayın. Sağ olun, salamatla qalın.